Balakən rayonunun mərkəzində mənzil satışa çıxarılıb, 3-cü mərtəbədə yerləşir. Yeni təmirdən çıxmış mənzildir. Enli koridoru var. Girəcəyin sol tərəfində hamamıdır. Tam təmirlidir. Sol tərəfdə ayaq yolusu addelinidir. Gördüğümüz mənzil 81 kvadratdır. Kondisioneri evdə kombi sistemidir. Gördüğümüz əşyalar mənzilin içərisində qalacaqdır. Heç bir əşya götürülməyəcəkdir. Mətbəx mebelidir. Yəni paltar yonu var. Soyuducu. Koridorun baş tərəfində geniş yataq otağıdır. Kombi sistemi iştikaldadır. Mənzil 81 kvadratdır, qeyd etdiyim kimi. Yeri laminatdır. Kubçalıdır. Əşyaları ilə bir yerdə mənzilin qiyməti 71.000 manata təklif olunur. Bu ofisimiz Heydər Əliyev prospektində yerləşir. İki mərtəbəli binanın birinci mərtəbəsidir. Heydər Əliyev prospekti 61 nömrəli binadır. On 17 ildir bu işlə fəaliyyət göstərirəm rəsmi qaydada. Kirayə müqavilələri, beh müqavilələri, yəni peçatlı ştamplı, peçatımız, ştampımız, nəzarət kitabçamız, hər bir sənəd rəsmiləşdirilir. Əmlakınızın satışında gecikmələr varsa, bu ofisə müraciət edə bilərsiniz. Gördüyünüz ofisə hər bir gördüyüm işin cavabdehliyinə özüm cavabdeyəm. Satışa qoyulan hər hansı bir əmlak bazar qiymətlərinə uyğun gələrsə, tez bir zamanda əmlakınızı bizim vasitəmizlə sata bilərsiniz.